Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu, həkim, rəssam, pedaqoq, Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Qaleriyanın üzvü Həsənzadə Fərdanə Ağahüseyn qızının ilk fərdi yaradıcılıq sərgisi keçirilib. Başlanğıc nöqtəsi adlanan sərgi 15 iyun, Milli Qurtuluş gününə həsr olunub. Fərdanə xanımın hələ kiçik yaşlarından rəssamlıq sahəsində istedadı üzə çıxsa da o tibb sahəsinə yönəlmişdir. Ancaq Fərdanə xanım rəssamlığa olan həvəsi, istəyi, istedadı içində bastıra bilməmişdir. Yenidən rəssamlıqla məşğul olmağa başlamış, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təsviri İncəsənət Fakültəsini bitirmişdir. Yağlı boya, dekorativ tətbiqi sənətinin müxtəlif sahələri ilə peşəkarlıqla məşğul olur. Sərgini giriş sözü ilə açan Beynəlxalq Qaleriyanın direktoru Elnurə İskəndərova qeyd edib ki, Fərdanə xanımın əsərlərində Azərbaycançılığın təməl prinsipləri öz əksini tapıb. Əsərlərdə xalqın taleyi, düşüncəsi, əqidə və inamı əks etdirilir. Azərbaycançılıq məfkürəsinin təbliği Fərdanə xanımın yaradıcılığında özünə məxsus yer tutur. Sərgidə rəssamın müxtəlif texnikalarda çəkilmiş 100 əsəri iştirak edirdi. Sərgidə fəxri qonaqlarla yanaşı rəssamın ailə üzvləri də iştirak edirdi. Atası filoloq Ələkbərov Ağahüseyn, anası texnoloq Ələkbərova Məsmə xanım, həyat yoldaşı mühəndis Fuad Həsənzadə, bacıları həkim Vəfa Seyfullayeva, həkim Calə Nəsibova, digər yaxınları sənətkarın yaradıcılığını hər zaman zövqlə izlədiklərini və qürur duyduqlarını bildirdilər. Sərginin fəxri qonaqları Aztı Mədəniyyət kanalının əməkdaşı İntizar İsmail, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Zinaidə Mirzəzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Tərlan Eyvazov Fərdanə xanımın əsərlərini 15 iyun, Milli Qurtuluş gününə böyük töhfə olduğunu bildirdilər və uğurlar arzuladılar. Fərdanə xanım Beynəlxalq Qaleriya tərəfindən ilk fərdi yaradıcılıq sərgisinə görə diplomla təltif olundu. Sonda xatirə fotoları çəkildi.